Deməli 14-cü sualdan başlayırıq. Sənin oğlun Fərman qoçaq oğlandır, ardıcıllıq istəyir, ancaq nədir burada? Bağlayıcı. Baxın, demişik ki, bağlayıcını ancaq bunları qarşılaşdırma bağlayıcılarında sanki bir tərəzi gözü kimi düşünün. Bir tərəfdə müsbət, bir tərəfdə isə mənfi fikir olur. Sənin oğlun Fərman qoçaq oğlandır, ancaq onun biçar və avara gəzməyi doğrusu mənə toxunur. Qoçaqdır, ancaq biçar və avara gəzir. Deməli, buradakı ancaq nədir? Bağlayıcıdır, qarşılaşdırma bağlayıcısıdır. Və nədir? Bu da bağlayıcıdır, birləşdirmə bağlayıcısı. Doğrusu nədir? Modal söz. Yəni ardıcıllıq, bağlayıcı, modal söz. Düz sözünü lap sözü ilə əvəzləyin. Uyğun gələn variantımızdır. Yəni bir-iki misal deyək. İlkin lap danışmağı xoşlayır, xeyr. Lap ərini kəsər, xeyr. Doğru sözə lap ilqara aşiqəm, xeyr. Çevrə lap xətt vasitəsilə, xeyr. Əli deyəsən bu gün lap bizim gözlədiyimiz mətləbin üstünə çıxmışdı. Cavab yebəndidir. Sonra 16-da yenə də ardıcıllıq istəyir. Ey çağırış nidasıdır. Sonra məhəbbətdən başqa fasiləsiz. Dandəndən başqadan qabaq gələn dandən fasiləsiz bir-birinə bağlanıblar. Deməli, burada qoşmadım. Yolla. Nə ilə? Yolla. İlə də burada qoşmadım. Mənim ürəyimin mərhəmi və bağlayıcıdır. Yalnız məhəbbətdir. Məhdudlaşdırıcı ədatdır. Yəni, nida, qoşma, bağlayıcı və ədat. Cavab burada D variantı olacaq. 17-yə baxaq. 17-də bizə deyir ki, hansı nümunənin sonundakı köməkçi nitq hissəsi? Baxın, cümlələrin sonunda, belə olanda, gedin ən sonunda köməkçi hissələrini axtarın. Sonundakı köməkçi nitq hissəsi əsasında durğu işarəsini asanlıqla bərpa edirik. İndi gəlin baxaq. Düşünməlidirlər. Burada hər hansı bir köməkçi hissəsi görürəm cümlənin sonunda, xeyr. Burada görürəm, bəli, bu mumi sual ədatıdır. Burada sual işarəsini qoya bilirəm. Bu hər hansı bir problem yoxdur, amma bu sonda gəlməyib axı. Mən A variantını götürənmərəm. Bizə tapşırılıb ki, quyunun lap dərinliyinə enəşdə nöqtə qoyulur. Yəni, bu nəqli cümlələrdə də hər birində də nöqtə qoyulur. Nöqtə bunun hesabına deyil ki, biz bunu götürə bilmərik. Yuxarılarda da sənin kimi düşünənlərin sayı az deyil hətta. Yenə də nöqtə qoyulur, yenə də. Nöqtə buna aid deyil ki, bu da getdi. Bütün baş verən hadisələrə münasibət bildirilməlidir. Bəs burada nədir? Sual ədatıdır və sual ədatının da qarşısında sual işarəsi qoyulub. Yəni, bizim variantımız D olacaq. Yəni, cümlənin sonunda gəlibdir köməkçi hissəsi və həmin köməkçi hissəsinin də hesabına durğu işarəsi dəqiqliklə. Çünki bu bəs sual ədatıdır və ona görə də onun işarəsi dəqiq qoyulur. O bu işdə ancaq özünü günahkar hesab edir. Tərscə özünü danlayırdı axı. Axı nədir ki, arzu ədatıdır, nöqtəsini qoyubdur da. Yəni, doğru olan variant D variantıdır. Sonra 18-ci sual. Nöqtələrin yerinə ardıcıl olaraq artırıla bilən köməkçi nitq hissələrini müəyyən edin. Dünyanın müxtəlif xalqlarının mədəniyyəti arasında fərqlər olduğu kimi bədii ədəbiyyatlarda da müxtəliflik var. Deməli, hansı gəlibdir? Qoşma gəlibdir. Ədəbiyyatlarda da bağlayıcı gəlibdir. Bu hal, onsuz da burada 2 vergülü görürüksə, bilirik ki, dəqiqliklə ki, burada mütləq modal sözlərdən istifadə olunacaqdır. Bu hal milli xüsusiyyətlərlə bağlıdır. Bu hal əsasən milli xüsusiyyətlərlə bağlıdır. Deməli, götürəcəyimiz 18-də nə olacaq? Qoşma, bağlayıcı, modal söz, elə doğru variantımız C variantıdır. 19. Həmçinin, onsuz da məlum məsələ bağlayıcıdır. O publisistik əsərlər qiymətli sayılır ki, 2-dən qabaq hərəkəti gördümsə, bağlayıcıdır. Bağlayıcı. Onlar həqiqətən təsdiq bildirən modal sözdür. Həyatın canlı qaynaqlarından doğan problemləri daha ədatdır, geniş əks etdirir. Deməli, nə olacaqdır? Bağlayıcı, modal söz və ədat. Cavab C bəndi. 20. Köməkçi nitq hissələri ilə bağlı doğru fikirləri müəyyən edirik. Burada ədat aid olduğu sözlə birlikdə cümlənin bir üzvü olur. Bilirik ki, bu buna yox, qoşmaya aid olan bir fikirdir. Yəni, qoşmadan başqa hər hansı bir köməkçi nitq hissəsi qoşulduğu sözlə bir yerdə cümlə üzvü olmur. Və bizim üçün bu variantlar getdi. 2 dəqiq doğrudur, 4 də hətta dəqiq doğrudur, amma biz hamısına baxacağıq. 2. Yalnız qrammatik mənaya malik olur. Bu doğru fikirdir, bu yanlışdır. Modal sözlərin əsas vəzifəsi cümlədəki mənanı daha da qüvvətləndirməkdir. Bu
ədata aid olan xüsusiyyətdir. Və ona görə də bunu da götürmürük. Buradan içini götürürük. 3 çıxdı. Bir sıra köməkçi hissələrində amonimlik özünü göstərir. Doğru deyir. 4-ü də götürürük. Çi bağlayıcısı yalnız tabeli mürəkkəb cümlənin tərkib hissəsini bir-birinə bağlayır. Bu da doğrudur. Ona görə də doğru variantımız cavab A, 2, 4 və 5. 21. Nümunədə hansı köməkçi hissələri işlənmişdir? Sən də, dadədən qabaq hərəkət görsəydim, əgər mən deyəcəydim bu ədatdır. Əvəzlik görürəm və bu zaman bu bağlayıcıdır, iştirak bağlayıcısıdır. Sən də sağ ol, qoca çoban. Vaxt ötür, daha ədatdır. Deməli, azmı? Mı, yenə ədatdır. Hələ ki, ədat. Çox mu qalır? Görən modal sözdür. Deməli, bağlayıcı ədat, modal söz. Ədat 2 dəfə verməyib deyə D olacaqdır. Bağlayıcı ədat, modal sözdür. 22-yə baxaq. Köməkçi nitq hissələrinə aid doğru olan fikirləri müəyyən edək. Başlayaq. Bütün köməkçi hissələri cümlə üzvlərindən vergüldən ayrılır. Yanlışdır. Yəni hamısına aid deyil. Elə köməkçi hissələri vardır ki, onlarda vergül heç yoxdur. Elə köməkçi hissələr vardır ki, bəli, məsələn, modal sözdür, nidadır, bağlayıcının özüdür. Vergüllərinin işlənir. Hətta ədatda inkarlıq və təsdiq ədatları da vergüldən ayrılır. Yəni bu hamısına aid olan bir şey deyil, təbii ki. Bir qismi söz cümlə ola bilir. Bəli, elə təsdiq və inkar ədatları. Məsəl üçün deyirəm ki, gəlirsən, bəli. Bəli, burada artıq söz cümlə kimi istifadə olundu. Leksik məna daşıya bilməz. 2-3 səhvdir. Deməli, biz nələr çıxdıq? 1 və 3-ü çıxırıq, onsuz da cavab bəllidir. Qoşmalar digər köməkçi hissələri ilə sinonimlik yox, öz daxilində sinonimlik yarada bilər. Digər köməkçi hissələri ilə yox. Bəziləri əsas nitq hissələri ilə amonimlik yaradırlar. Bu doğrudur. Bəziləri əsas nitq hissəsi ilə amonimlik yaradır. Gəlin, məsələn, baxaq kimi həm qoşma kimi işlənəcəkdir, həm də əvəzlik kimi. Amma hansı əvəzlik? Sual əvəzliyi yox. Qeyri-müəyyən əvəzliyi ilə amonimlik yaradacaq. Cavabımız burada nə oldu? D-bəndi 2-5 təsdiqləməmiş çıxaq. Sonra 23. Verilmiş cümlələrlə bağlı doğru fikri müəyyən edin. Görünür, qız evi biraz bundan qabaq. Görünür, güman şübhə bildirən modal söz işlənibdir. Qız evi biraz bundan qabaq. Burada həm də qoşma işlənibdir. Silib süpürmüşdür. Bu onsuz da doğrudur. Bizdə nə istəyir? Doğruları götürmək. Çıxdıq variantları. Sonra ikinci cümlə. O özündə fərəhli bir yüngüllük və sevinç hiss etdi. Deməli, burada nəyə baxırıq? O özündə fərəhli bir yüngüllük və sevinç. Burada bir sözü ədatdır. Ədatı tapmağın, biri tapmağın ən asan yolu onsuz da başqa bir rəqəmlərlə əvəz edir. 2-dir, 3-dür, 5-dir, hər nədirsə. O özündə fərəhli 2 yüngüllük deyə bilmərik ki. Demək, burada ədatdır da. Və burada bağlayıcıdır. Bizə nə deyir? Cümlədə ədat və bağlayıcı var. Cavab 1-2. Cavabımız bəllidir. 4 niyə olmur? Baxaq. Elə bil ki, modal sözdür. Güman bildirən, bənzətmə bildirən modal sözdür daha doğrusu. Burada bahar da təzə başlayırdı. Modal söz və bağlayıcı deyir. Burada çini demək istəyir. Gəlin bu hissəni silin, baxın. Heç burada çidə vergül məsələsi yoxdur. Əgər çi bağlayıcıdırsa, orada vergül məsələsi olmalıdır. Və bizdə də şərtdə deyilməyib ki, hər hansı bir durğu işarəsi buraxılıbdır. Ona görə də cavabımız olacaq 1 və 2. 24-ə baxaq. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edirik. Belə bir şeylər çıxanda birinci sizin özünüzün axtaracağınız şey də deməli, birinci sizin özünüzün axtaracağınız da köməkçi hissələrini tapmaq olsun. Və ya da sizdən nə istəyirsə. Yoldan tez-tez taxıl və bağlayıcı, samanla qoşma, dolu maşınlar gəlib keçirdi. Burada tapdıq nə olduğunu. Sonra keçdik ikinci cümləyə. Bu müddətdə yalnız məhdudlaşdırıcı ədat 4 dəfə kənddə anasının yanına gəlmişdi. Professor öz qapılarında, ata-baba yurdunda da iştirak bağlayıcısı təzə salınmış bağça gördü. Deyir ki, cümlələrin ancaq birinə aid olan fikirdir. Ədat işlənmişdir. Biri götürəcəkmi? Bəli. Niyə? Çünki mən bir dənə ədat işləndiyini görürüm. O da ikinci cümlədədir. Və deməli, götürəcəyimiz 1 olacaqdırsa, bu variantlar getdi. Qoşma adlı halda olan ismə qoşulmuşdur. Burada bircə dənə qoşmadır və adlı halda olan ismə qoşulub. Yəni 2 də doğrudur, 1 də doğrudur. 2 doğrudursa, yenə variantımız bəllidir, amma yenə də baxaq. Cümlələrin yalnız ikisinə aiddir. Bağlayıcıdan istifadə olunub. Bu bir bağlayıcı, bu da ikinci bağlayıcı.
Bu doğrudur. 3'ü də götürürəm. Ədat quruluşca sadədir. Bizə deyir 2 dənə olsun axı, yoxsa quruluşca sadədir. Bizi belə bir şeylərlə onsuz da fikrimizi yayındırmaq istəyəcəklər. Baxın, burada sadəcə bir dənə ədat var. Amma bizə nə deyir? 2 dənə olsun. Ona görə 4'ü götürməyəcəm. Heç bir cümləyə aid olmayan fikirdir. Yəni, heç birinə bu fikir aid olmasın. Bağlayıcı quruluşca sadədir. Baxırıq ki, burada da sadədir. Burada dadədə də sadədir. Ona görə bu hər ikisinə aiddir deyə 5'i də götürməyəcəm. Bağlayıcı cümlə üzvlərini əlaqələndirmişdir. Nəzərə alsaq ki, ikisində də vardı. Bu zaman hər ikisinə aiddir. Bizə deyir amma heç birinə, heç bir cümləyə aid olmayan. Yəni, əlaqələndirmək burada yanlışdır. Götürəcəyimiz A variantıdır. 25. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edirik. Onun özündə coşqun həyata qarşı biganə və kədərli bir ifadə vardır. Biz burada birinci özümüz tapacağıq. Köməkçi nitq hissələrini sonra başlayacaq onun üzərində işləməyə. Ümumiyyətlə siz də həmişə belə edin. Həyata qarşı burada qoşma vardı və burada bağlayıcı var. Kədərli 1, 2 ifadə edə bilmirəm axı. Burada da ədat var. Almurad bala ilan kimi qoşma vardı burada. Nazik lakin bağlayıcı var burada. Qapqara bulut parçasını göstərdi. Deməli, indi keçək bu yazdıqlarımıza görə təhlilə. Ortaq cəhət nədir? Qoşma işlənmişdir. İşlənibmi? Bəli, burada da işlənib. İkinci cümlədə də işlənib. Doğrudur. Köməkçi nitq hissələri quruluşa görə sadədir. Qarşı və bir, kimi, lakin. Bu da doğrudur. Qoşma adlı halda olan ismə qoşulmuşdur. Həyata yönlü çaldadır axı. Yanlış deyir. Yəni, ortaq cəhət deyil bu. Getdi. Burada ilan kimi sözündə adlı xala qoşulsa da, həyata qarşı sözündə yönlü çala qoşulubdur. 3 olan variantlar getdi. 1-2 vardısa da, cavab yenə bəllidir, amma gedək. Ortaq cəhət olmayan, ədat işlənmişdir. Bəli, ədat sadəcə birinci cümlədə vardı. Ona görə 4 mənim üçün doğrudur. Tərkibində bağlayıcı var, hər ikisində var. Ona görə də 5'i götürmürəm. Cavab 1, 2, 4'dür.